Oktyabrın 10-da Bakıda Hilton otelində milli fəal jurnalist Fuad Əbdürrahmanın anım mərasimi keçirilib. Tədbir milli fəal Fuad Turan Əbdürrahmanın anım günü ilə bağlı Fuad Turan mükafatının təqdimatına və onun tutduğu yolun daşıdığı dəyərlərin cəmiyyətə daha yaxından tanınılmasına həsr olunub. Bugün bizim üçün önəmli şəxsiyyətlərdən biri, önəmli dostlardan biri olan Fuad Turanın anım gününə yığışmışıq. Fuad Turan həqiqətən də ömrü elə deyək, az olmuş olsa da həqiqətən çox işlər görmüş gənclərimizdən biri idi. Hər birimiz üçün dəyərli insan idi. Bugün burada Fuadın bir neçə arzularından birini reallaşdırmağa da ilk addımlardan birini atmaya çalışırıq. Fuadın arzularından ən böyüklərindən biri belə deyək, gənclərimizin xaricdə yüksək təhsilə sahib olmasına çalışmaq idi. Hal-hazırda təşkil olunmuş tədbirdə çalışacaq ki, bu fondun bu günləri açılış mərasimində təməl qurma prinsiplərini göstərək. Fond daha çox gənclərimizin xaricdə oxuya bilməsi üçün maliyyələşmə və sponsorluq məsələlərindən fokuslanmış olacaq. Belə deyək, ilkin mərhələ kimi məsələn bu il ərzində və yaxud da bu ay ərzində belə deyək, bir gənci xaricdə təhsil almağa yollamaq belə bizim üçün çox böyük uğur olmuş olacaqdır. Sözsüz ki, ianələr artdıqca, fondun büdcəsi böyüdükcə bu tələbələrimizin sayını günü-gündən artıracaq və artıq bir müddət sonra kütləvi şəkildə gənclərimizə maliyyələşdirən fondlardan biri olmağa çalışacaq. Ümid edirik ki, Fuad Turan fondu fəaliyyəti onun öz adına uyğun olmuş olaraq davam etdirəcək. Tədbirdə eyni zamanda Azərbaycanlı gənclərin xaricdə təhsil almasına yardım məqsədi daşıyan Fuad Turan fondunun təsisi də reallaşıb. Azərbaycanın milli adət-ənənələri sizi hər birimiz adından ürəkdən təbrik edirik və təhsil sahənizdə, təhsilinizdə Fuad Turanlar bu məmləkətdə bir daha üzülməsin, yıpranıb yox olmasın deyə, enerji və sevgiləri ilə bu vətəni qidalandıra bilsinlər deyə yaşasın, sevsin və sevilsinlər deyə əzm edəcək.